Salam dostlar, mən Elnur Rəsulov. Bildiyimiz kimi maliyyə bazarında ticarət edənlərin 90% itirir. Heç bu qəddar statistika haqqında düşünmüsünüzmü? Niyə belə olur? Təbii bir qrup insan deyəcək ki, bəli, çünki maliyyə bazarı çox risklidir, manipülativdir, retaillərin orada şansı yoxdur, uzaq durmaq lazımdır. Amma mən sizə əmin edirəm ki, bu düşüncədəsinizsə, real məhsul və xidmət bazarına da biz hər hansı bir biznesə yatırım ediriksə, orada daxil oluruksa, bizim belə deyək, qazanma şansımız təxminən 10-20%-dir. Yəni orada da 80-90% elə ilk cəhddən itirir, bazardan çıxır. Bəs yaxşı, onda hər tərəfdə vəziyyət belədirsə, bu itirən insanlar niyə itirir? Bunlar şansı yoxdurmu? Qazananlar şanslıdırmı, bunlar şanssızdırmı? Sözsüz ki, hər bir sahədə şans faktoru vardır. Bunu sıfırlamaq mümkün deyil. Amma hər şey də şansla izah oluna bilmir. Bir digər tərəfdən dostlar, bildiyimiz kimi son vaxtlar bu investisiya və sair çox populyardır və bir qrup insan deyir ki, bax sən niyə investisiya etmirsən ki? Məsələn, bu S&P 500 indeksinə yatırım etsən, elə illik sənə 30% qazanc verir də. Çox sadə belə, çox rahat bir şəkildə onu ifadə edirlər. Nə bilim, bu ETF-i alsan illik sənə 9-10% gəlir verir. Nə bilim, və ya da sən filan Nvidia-nı alsaydın, value investing ilə məşğul olsaydın, ki, value investing nədir? Bu da populyar bir terimdir. Yəni ki, dəyər yaradan şirkətlərə, məsələn, mega cap şirkətlərə yatırım etsən, Nvidia-dır, Amazon-dur, Facebook-dur, nə bilim, digər bu tip şirkətlərə yatırım etsən, sən onsuz da qazanacaqsan. Burada da bizə ən böyük manipulyasiya nədir? Mürəkkəb faizi misal göstərirlər ki, qazandığını da reinvest etsən, nə bilim, bu compounding interest Einstein'in 8-ci mövzusu adlandırdığı bir şeydir. Yəni qazandığını reinvest edib ondan da daha böyük qazanırsan, qısa müddət ərzində zəngin olub çıxacaqsan. Dostlar, bunu deyən adamların bu bazardan heç bir anlayışı yoxdur. Ya onlar bu bazarı bilmirlər, ya da bilirlər sizi manipulyasiya edirlər. Çünki bu tip yanaşmayla biz belə deyək, bunun çox sadə olduğunu görürük ki, okey də bu qədər sadədirsə, o zaman mən sual verirəm. O ən çox istinad edilən Warren Buffett niyə adam 50 yaşından sonra, səhv etmirəmsə 52 yaşından sonra milyarder oldu? Halbuki 14 yaşında investisiyaya başlamışdı. Elə bu qədər sadə idisə, mürəkkəb faizlə artım bu qədər rahat idisə, elə qısa müddət ərzində milyarder olardı da. Niyə 52 yaşından sonra milyarder oldu? Və ya başqa bir sual, bizə tez-tez dediyim kimi bu bazarda uğurlu olanlar göstərilir. Yəni Warren Buffett, Ray Dalio, Charlie Munger, Bill Ackman, Michael Burry deyə bilərik və s. insanları misal göstərirlər ki, bax bu insanlar bu bazardan zəngin olub çıxan insanlardır. Ancaq onlar göstərirlər. İndi dostlar, bu mövzu ilə bağlı çox böyük araşdırmalar var. Xüsusilə bu mövzuda mən bir məqaləni sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu videonu sona qədər izləsəniz, əslində uğurlu olan insanların nəyə əsasən uğurlu olduğunu, uğursuz insanların isə niyə uğursuz olduğunu görəcəyik. Bu mövzuda 2019-cu ildə riyaziyyatçı Ole Peters və fizikası Nobel laureatı olan Mary Gell-man bir məqalə yayımlayıb. 2019-cu ildə Evaluating Gambles Using Dynamics adlı bir məqalədir. Məqaləni çobud Azərbaycanca tərcümə etsək, belə deyək, qumar bizdə biraz şey çıxır. Riskli seçimləri belə deyək də, dinamik olaraq qiymətləndirmə kimi tərcümə edə bilərik. Bu tam çobud bir tərcümədir, bəlkə də yanlışdır bilmirəm. Amma ümumi belə izah verə bilərik. Deməli bu məqalədə məhz bu mövzunu araşdırıblar ki, bəli, bir qrup insan daxil olur maliyyə bazarına, burada uğurlu olur. Amma bir qrup insan uğursuz olur. Niyə görə? Burada problem nədir? Ümumiyyətlə məqalədə hətta Bernoulli'dən tutmuş Laplace'ın ümumiyyətlə bu risk və riskli seçimlərlə bağlı araşdırmalar təhlil olunub. Geniş bir belə deyək analizlər var orada. İstəyən olsa məqaləni də yayımlayaram. Amma burada önəmli olan yanaşmadır ki, bəli, biz baxırıq ki, maliyyə bazarına tutaq ki, 10 nəfər daxil olur, amma 10 nəfərdən məsələn 8-i qazançlı çıxır və onların qrup ortalaması müsbətdir. Ona expected value deyirlər və görür ki, müsbətdir. Deməli insanda intuitiv olaraq o düşüncə yaranır ki, bəli, mən də girsəm uğurlu olacağam. 10 nəfərdən indi ikizi batdısa bu normaldır da. Hər biznesdə hər kəs qazanacaq deyə bir şey yoxdur. 8-i qazandı, ikizi batdı. Və bu yanaşmadan daxil olaraq bizə o örnəklər göstərirlər, qrup örnəklər göstərirlər. Amma Ole Peter və Mary Gell-man deyir ki, bu tamamilə yanlış bir yanaşmadır. Çünki siz qrup ortalaması ilə gedirsinizsə, sən əslində qrup deyilsən, sən fərdsən. Biz belə investisiyalara, belə riskli seçimlər edərkən biz zaman ortalamasına diqqət yetirməliyik. İndi bu nə anlama gəlir? Sadə bir misalla izah etməyə çalışacağam. Tutaq ki, biz Rus ruleti oynayırıq. 6 nəfər Rus ruleti oynayır və mükafata 1 milyon dollardır. 6 nəfər bu Rus ruletini bir dəfə oynasa, 6-sından biri həlak olacaq, 5-i qazanacaq. Biz deyəcək ki, bax 5 nəfər qazandı. Yəni qrup ortalaması müsbətdir. Amma biz fərd olaraq o oyunu təkrar-təkrar oynasaq, yəni 6 dəfə ard-arda oynasaq, mütləq şəkildə birində biz həlak olacağıq Rus ruletində və belə deyək, biz bəlkə də heç qazanmadan və ya da qazanmışıqsa da növbəti mərhələdə həlak öləcəyik və heç o qazancımızın faydasını da görməyəcəyik. Və yaxud da ki, nə bilim, 5 dəfə ard-arda qazanıb 6-cıda hamısını belə deyək də itirəcəyik və yaxud da ki, ümumiyyətlə heç qazanmadan elə birinci cəhdə həlak olub oyundan çıxmış olacaq. Yəni bu baxımdan bu biraz Rus ruletinə oxşuyur və o adamlar da deyir ki, biz əslində zaman ortalamasına baxmalıyıq. Çünki sən fərd olaraq investisiya edərkən bir dəfə investisiya edib bazardan çıxmırsan, sən bazara daxil olsan və təkrar-təkrar investisiya edirsənsə və sənin hər hansı bir riskli ona risk of ruin faktoru deyək və ya da buna belə deyək, vulqar dildə uncle point deyirlər. Elə bir nöqtən var ki, o nöqtə, o hadisə baş verərsə, kapitalının 50%-ni və ya 100%-ni itirəcəksənsə, bu çox məntiqsiz bir seçimdir. Və bu baxımdan o adam, belə deyək, həmin o müəlliflər xəbərdarlıq edir ki, biz o qrup ortalamasının qurbanı olmamalıyıq. Biz zaman ortalamasına diqqət etməliyik və yatırım edərkən və ya da riskli seçimlər edərkən mütləq onu analiz etməliyik, görək, hər hansı bir belə deyək, zaman oxunda elə bir faktor varmı ki, o bizi çökdürsün və ya da bizi məhv etsin. Elə bir nöqtə var isə, bizim o seçimi etməmiz tam, belə deyək, irrasional bir hərəkətdir. Və bu baxımdan biz indi bunu eyni yanaşmanı investisiyada tətbiq etsək, burada iki nüans anlayış ortaya çıxacaq.
Həndəsi ortalama və riyazi ortalama faktoru önə çıxacaq. İndi bu anlayışları da sadə dildə izah etmək üçün bir örnək verək, bir oyun oynayaq. Tutaq ki, biz bir oyun oynayırıq və ya da investisiya edirik. Lap deyək oyun oynayırıq, qəpik yatırıq. Birinci məsələ deyək ki, head düşsə 50% qazanırıq, tail düşsə məsələn 40% itiririk. Biz bunu ortalama olaraq hesablasaq, görürük ki, əslində mən ortalamada 50 çıxırsın 40 bölünsün 2, o da aşağı yuxarı 5%. Yəni görürük ki, mən bu oyunu təkrar oynasam, bəli, mən 5% qazanıram. Aritmetik ortalama bizə bunu göstərir. Amma mən sizə əmin edirəm ki, siz o oyunu davam etsəniz, sizin balansınız sıfırlaşacaq. Niyə görə dostlar? Çünki biz aritmetik ortalama ilə deyil, toplama ilə deyil, yəni vurma ilə hesablamalıyıq, həndəsi ortalama ilə hesablamalıyıq. Həndəsi ortalama isə necə olur? Tutaq ki, eyni oyunu yenə də həndəsi ortalama ilə oynayaq. Birinci cəhddə tutaq ki, bizim 100 dollarımız var idi. Biz birinci cəhddə qazandıq 50%, oldu bizim balansımız 150 dollar, okey? İkinci cəhddə biz 150 indi 40% itiririk. Biz 150 dolların 40%-ni itirsək, bizim balansımız düşüb olacaq 90 dollar. Baxın, aritmetik ortalama ilə yanaşanda biz gördük ki, əslində mən qazanıram da, yəni 5% qazanıram. Yəni mən bu oyunu təkrarlasam, sonunda qazanclı çıxacağam. Amma həndəsi ortalama göstərir ki, sən o oyunu 2 cəhdə sən 10 dollar itirmiş oldun. Yəni bu oyunu nəinki belə deyək də 10 dəfə, 5 dəfə 2 dəfə, 10 dəfə, 5 dəfə və 100 dəfə təkrarlasaq, bir yerdən sonra bizim kapitalımız sıfır olacaq. Yəni maliyyə bazarının, həyatın reallığı həndəsi ortalamadır. Bunu daha da sadə izah etməyə çalışsaq dostlar. Tutaq ki, siz məsələn bir trade etdiniz, bir əməliyyat alsınız və ya da bir investisiya etdiniz uzun vədədə. Siz 50% kapitalınızı itirsəniz, o 50% kapitalı bərpa etmək üçün bir çox insan deyəcək ki, elə 50% qazansam, tutaq ki 1000 dollarım var idi, 50% itirdim, 500 dollara düşdü. İndi 50% qazansam, belə deyək də onu bərpa etmiş oluram. Amma dostlar 50% deyil o. Bizə o pulu bərpa etmək üçün bu səfər 100% artım lazımdır. 100% artım, yəni 500 üzərindən 500 gəlmək ki, olduğumuz yerə qayıdaq. Diqqət yetirirsinizsə, yəni biz itirdikcə o itkiləri bərpa etmək üçün daha böyük kapitala ehtiyac duyuruq. Yəni həndəsi ortalama bu baxımdan bu ticarət dünyasını bizə daha aydın, daha şəffaf formada izah edir. Bir çox insanın o ortalama, yəni riyazi ortalama kimi ilə 20% qazanırsan, onları topla, sayına böl kimi deyil. Həndəsi ortalama ilə hesablamaq lazım ki, aha mən indi 20% qazandım, sonra tutaq ki 30% itirdim, lap deyə 10% itirdim. Bunun həndəsi ortalaması mənə nə verir? Mən bu oyunu təkrarlasam, mən qazanıramı, itirirəmmi? Sualına cavab tapmaq istəyirsə, həndəsi ortalama çox sadədir dostlar. Siz qazanc əmsalınızı və itki əmsalınızı tutaq ki, qazanıramsa, məsələn, tutaq ki, mən deyirəm ki, 50% qazanıram hər dəfə. İtirəndə də məsələn 40% itirirəm. Bunu nə edirik? Qazanc əmsalı deyək ki, 1.5 olur. 1.5-i itki əmsalı da belə deyək, 0.6 olur. Onları vurub kök altına alsanız, görəcəksiniz ki, nəticə 0,9 alınır və onu da kök altına alanda 0,094 alınır. Yəni birdən aşağıdır. Sizin həndəsi ortalama, yəni strategiyanızın həndəsi ortalaması birdən aşağıdırsa, nə edirsiz eləyin, sonunda itirəcəksiniz. Və bu itkinin də həzmi getdikcə daha da artmış olacaq. İndi dostlar, bu yanaşmadan yola çıxaraq, mən öz ticarətimdə və eyni zamanda təlimlərdə də nəyi izah edirəm? Mən deyirəm ki, biz bu yanaşmanı indi öz lehimizə çevirmək üçün həndəsi ortalamanı bildik, başa düşdük. Bəs yaxşı, biz necə edək ki, indi belə deyək də, necə bir strategiya quraq ki, biz burada uğurlu olaq. İndi bir versiya irəli sürəcəm sizə. Bir çox adam düşünür ki, bəli, mən nə bilim, yüksək ehtimallı bir strategiya tapsam, sonra qazanacam. Onsuz da 100% bir strategiya yoxdur. 100% strategiya tək arbitrajdır. Arbitraj tapa bilsəniz, bəli, orada risk sıfıra yaxın demək olar ki, o zaman sürətli zəngin ola bilərsiniz. Amma indinin dünyasında arbitraj tapmaq çox çətin məsələdir. Ona görə də 100% bir strategiya yoxdur. İndi yəni belə bir strategiya olsun. Deyək ki, mənim strategiyamın win rate 60%-dir. Yəni 10 dənə ticarət edəsəm və ya 100 dənə ticarət edəsəm, ondan 60-ı take profit olacaq. Belə deyək, 40-ı stop loss olacaq. Və mən hər dəfə kapitalımın, hər əməliyyat açanda 1%-ni risk götürürəm. 1%-ni risk götürürəm. Qazananda, itirəndə 1%-ni itirirəm. Qazananda isə 1.5%-ni qazanıram. Belə deyək, balansımın 1.5%-ni qazanıram. Dostlar, bu oyunu təkrar 100 dəfə təkrarlasanız, sizin balansınız 100 trade-dən sonra 63% artacaq. Təkrar edirəm, sizin balansınız 100 trade-dən sonra 63% artacaq. Baxın, strateji cəmi cümlətən 60%-dir win rate-imiz. Hər dəfədə risk götürəndə 1% götürürəm, 1% risk. Qazancında 1.5%-dir. Minimum belə deyək. Siz 100 trade-dən sonra sizin qazancınız 63% artmış olacaq. İndi dostlar, mən hər dəfə ticarət edəndə balansımı cəmi 1%-ni risk götürürəm və 1.5%-də qazanc gözləyirəm. Və bu strategiyanı niyə mən tətbiq edirəm? Çünki mənim həndəsi ortalamam 1-in üzərindədir. Bunu vurub hesablaya da bilərsiniz əmsalları. 1-in üzərində bu hardasa belə deyək, mənim təxmini həndəsi ortalamam 1,15 vurulsun 0,99, onu da kök altına alsaq 1,0024 alınır. Yəni belə deyək, mən aşağı yuxarı ortalama olaraq hər əməliyyatda kapitalımı 0,24 artırmış oluram, belə deyək. Ona görə də mən bu oyunu nə qədər təkrarlasam, mənim kapitalım arta-arta gedəcək. Yəni mürəkkəb faizin belə deyək, effektiv olaraq işləyəcək. İndi eyni qaydada siz hər hansı bir strategiya qurarkən təkcə win rate, yəni 10 ticarətdə neçəsi take profit oldu və ya 100 ticarətdə neçəsi take profit olduğundan daha önəmli olan mən itirəndə nə qədər itirirəm və o itkini bərpa etmək üçün mənə nə qədər kapital lazımdır. Onu düşünməlisiniz. Yoxsa bəzi adamlar var ki, məsələn, qızılda 23 lot əməliyyat açır, neftdə 30 lot əməliyyat açır, o 1 milyon qazanc. Bunlar manipulyativ yanaşmalardır. Peşəkar traderlər əsla və əsla belə hərəkətlər eləmirlər. Onlar hər zaman əməliyyat açanda mən nə qədər qazanaramı yox, nə qədər itirərəmi düşünürlər. Və onların dərdi bir gün ərzində bazarda zəngin olmaq deyil, bazarda sağ qalmaqdır. Baxın, mən sadəcə 1% risk götürməklə 100 trader kapitalımın 63%
artdığını qeyd etdim ki, bunu test edə bilərsiniz. Yəni bu riyazi hesablamadır, belə deyim. Və bu yanaşmayla getdiyiniz zaman siz əslində sonunda görürsünüz daha böyük nəticə əldə etmiş olursunuz. Amma siz tutaq ki, kapitalınızı bir dəfədən 5% risk götürdünüz, qazandınız. Sonra 20% risk götürdünüz. Sonra 10% belə xaotik olaraq risklər götürürsünüzsə, siz bir nöqtədən sonra mütləq şəkildə belə deyək, pulunuzu itirəcəksiniz. Və bununla bağlı dostlar, başqa bir araşdırma, bir məqalə var. John Larry Kelly'nin 1956-cı ildə bir məqaləsi var və həmin o məqalədə o Kelly kriteriyasını kəşf edib ki, bu da ayrı bir videonun mövzusu olsun ki, bəs yaxşı. Biz hər dəfə risk götürərkən onu necə hesablaya bilərik? Onu necə öz tradingimizə və investisiyamıza tətbiq edə bilərik? Bunu ayrıca bir videoda izah edəcəm, amma son olaraq bir nüans da qeyd edim. Əgər sizin təkrar edən risk of ruin faktorunuz varsa, mütləq şəkildə itirəcəksiniz. Bu bazarda uğurlu olan insanlar, bunu Warren Buffett'ın özündən də eşitmişəm. O cümlədən, yəni belə deyək, çıxışlarını dinləyəndə, o cümlədən Ray Dalio'nun özü də qeyd edir ki, bizim risk of ruin faktorumuz sıfırdır. Bu o deməkdir ki, yəni bizim investisiya strategiyamızda elə bir nöqtə yoxdur ki, bizim balansımızı belə deyək, sıfıra salsın və ya da ki 50%-imizi itirə bilək. Bunu idarə edə bilənlər, bunu analiz edə bilənlər bu bazarda sağ qalır. Yoxsa hə, buyur gəl bu Nvidia-nı al, sabah milyoner olacaqsan, sabah zəngin olacaqsan, sabah 20%, 30% pul qazanacaqsan. Bu bir yalandır dostlar. Maliyyə bazarı risk idarə etməsi bir elmdir və onu bilmədən, xaotik olaraq, intuitiv düşüncə ilə, burada al, burada satarsan, bu qədər qazanacaqsan düşüncəsi ilə yanaşırsınızsa, mütləq şəkildə o anchor point dediyimiz və ya da qara qul hadisəsi bir gün sizi vuracaq və bütün hesabınızı sıfırlayacaqsınız. Hə, son olaraq da deyə bilərsiniz ki, axı biz risk götürməsək onda nə oldu ki? Yəni həyatda risk götürməliyik. Dostlar, risk götürməliyik, amma elə risklər götürməliyik ki, o bizi məhv etməməlidir və ya da bizi sıfırlamamalıdır. Çünki biz nə qədər geri düşürüksə, önə gəlməyimiz o qədər çətinləşir. Kimi insan var ki, olduğu yerdən 10 addım qabağa düşmək istəyir. Kimi insan var ki, olduğu yerdən geri düşməməyə çalışır. Mən ikinci kateqoriyadayım. Yəni mənim üçün olduğum yerdən geri düşməmək önəmlidir. Çünki olduğum yerdən geri düşdüyüm zaman olduğum yerə qayıtmaq daha çox enerji və daha çox vaxt tələb edə bilər. Nəinki olduğum yerdən 10 addım qabağa düşmək. Və bu məntiqlə çıxış etsək, təbii ki, bu kifayət qədər mübahisəli və fərqli yanaşma ola bilər. Bu mövzuda Yergəmişən Nobel laureatı olan Daniel Kahnemanın da Thinking Fast and Slow kitabında bunu geniş izah edir və eyni zamanda onun prospect theory, prospect nəzəriyyəsində bu yanaşmanı izah edir ki, itkinin ağrısı daha çoxdur. Nəinki qazancın zövqü. Bu baxımdan insanlar belə deyək, itkiyə daha həssas yanaşırlar. Amma açıqcası mən görürəm ki, trade-də belə deyil. İnsanlar burada sürətli zəngin olma, sürətli varlanma duyğusu ön ağırlıq bastığına görə insanlar aqressiv risklər götürür və o olduğu yerdən geri düşməyə yox, daha çox olduğu yerdən 10 addım önə sıçramağı düşünür. Bu isə yanlış bir düşüncədir dostlar. Ümid edirəm faydalı olmuşdur. Bu tip videoların ardını gözləyirsinizsə, kanala abunə olmağı və videoları paylaşmağı və bir çox insanın ən azından qazanmağını yox, itirməsinin qarşısını almaq üçün faydalı ola bilərsinizsə, bu bizim üçün də çox gözəl bir nəticə olmuş olar. Təşəkkür edirəm dostlar.